Salam əziz tələbələr, sizlərlə birlikdə bu gün yaş məsələlərinə diqqət yetirəcəyik. Düşünürəm ki, bir neçə imtahan da artıq arda-arda soruşulduğu üçün video izah çəkməyə ehtiyac duydum. Deməli, yaş məsələlərində qaydalarımız necə ola bilər? Düşünək ki, bir adam 1990-cı ildə doğulubdur. Hal-hazırda adamın 35 yaşı var. İndi bu adama deyilə bilər ki, 5 il əvvəl doğulsaydı. Baxın, 1990-cı ildə doğulan insan 5 il əvvəl doğulanda neçə olacaq? 1985-ci ildə doğulmuş olacaq. Bu halda yaşı necə dəyişir? 40 yaş olmuş olur. Deməli, 5 il əvvəl doğulsaydım deyəndə nə edəcəyim? Yaşın üzərinə 5 əlavə edəcəyim. Bir de var ki 5 il sonra doğulsaydım. Bu adam 1990-cı ildə doğulubdu. 5 il sonra doğulanda 1995-ci ildə doğulmuş olacaqdı. Bu halda da bu adamın neçə yaşı olacaqdı? 30 yaşı. Deməli 5 il əvvəl doğulsaydım deyəndə yaşın üzərinə 5 əlavə edirik. 5 il sonra doğulsaydı deyəndə yaşından 5 yaş çıxırsınız və buradakı 5 rəqəmi şərtidir. Dəyişə bilər. Bir də var ki, 5 il əvvəlki yaşım, 5 il sonraki yaşım. Deyək ki, mənim hal-hazırda 30 yaşım var. 5 il sonra necə olacaq? Mən 5 yaş yaşlanacağım və 35 yaşım olacaq. 5 il əvvəlki yaşım dediyi zaman isə mən 5 il əvvəl 5 yaş daha cavan idim və 5 il əvvəl 25 yaşım var idi. Deməli, 5 il sonraki yaşım deyəndə 5 əlavə edirik. 5 il əvvəlki yaşım deyəndə 5 yaş çıxırıq. Bəs tələbələrdə siz qarşıdırılan nöqtə nədən ibarətdir? Biz indi deyirik ki, 5 il əvvəl doğulsaydım deyəndə 5 əlavə edəcəyik. 5 il əvvəlki yaşım deyəndə 5 çıxacaq. Yox, 5 il sonra doğulsaydım deyəndə 5 çıxacaq. 5 il sonraki yaşım dediyi zaman isə 5 yaş əlavə edəcəyik. Bunları biləndən sonra yaş məsələlərində nəyi yadda saxlamalısınız? Yaşlar fərqi heç bir zaman dəyişmir. Çünki belə düşün də, iki qardaş, iki bacı və ya bir bacı, bir qardaş örnək vermək olar da. Deyək ki, iki qardaşın yaşları fərqi 2-dir. Birinin 20 yaşı var, birinin 22 yaşı var. 40 il keçəndən sonra bu adamların 2 yaş fərqi olacaq. Niyə? Birinin 20 yaşı var, birinin də 22 yaşı var. Bunların yaşları fərqi 2-dir. 20 il sonra nə olacaq? 22 yaşında olanın 42 yaşı olacaq. 20 yaşında olanda 40 yaşı olacaq. Yenə də bunların yaşları fərqi necədir? 2-dir. Bunu da yadda saxlamalısınız. Və yaş məsələlərində əsas nöqtələrdən biri zaman hamı üçün eyni axır. Məsələn, mən 5 il sonra 5 yaş yaşlananda bu dünyadakı hamı yaşlanacaq. Hər zaman yadda saxlayın ki, zaman hamı üçün eyni axacaq. Bunları biləndən sonra gəlin sizlərlə birlikdə artıq yavaş-yavaş sual əllərinə baxaq. Bir suala baxan zaman sualın şərtində bizə deyilir ki, Həmid Dilarədən 4 yaş böyükdür. 5 ildən sonra yaşların cəmi 28 olacaqsa, Dilarənin indi neçə yaşı var? Sualı həll eləmək üçün gəlirsiniz bura bir dənə Həmid yazırsınız. Bir də Dilarə yazırsınız. Bundan sonra deyək ki, Həmidin də yaşını bilmirik, Dilarənin də yaşını bilmirik. Həmidin yaşına mən X deyəcəm, Dilarənin yaşına Y deyəcəm. Sonra deyir ki, Həmid Dilarədən 4 yaş böyükdür. İndi mən bu halda gətirdim Dilarənin yaşının üzərinə 4 əlavə elədim. Hamıda o sual yarandı. Həmid böyükdürsə mən Dilarənin niyə yaşının üzərinə 4 əlavə etdim? Baxın, belə fikirləşə bilərsiniz. Deyək ki, Həmidin 10 yaşı var, Dilarənin də 6 yaşı var. Mən bu ikisi arasında bərabərlik təyin eləmək istəyirəmsə, nə etməliyəm? 6-nın üzərinə 4 əlavə eləməliyəm ki, 10-la bərabərləşsin. İndi burada Həmid böyükdür deyə mən Dilarənin yaşının üzərinə 4 əlavə edirəm ki, Həmidin yaşı ilə bərabərləşdirə bilim. Bu halda əldə etdim ki, x bərabərdir y plus 4. Bundan sonra əgər burada nöqtəni gördünüzsə, gətirin cədvəli təzəliyin. Təkrardan yazın x və y. Sonra deyir ki, 5 ildən sonra. Biz dərsi izah edəndə nə demişdik? Dedik ki, əgər 5 ildən sonra deyirsə, hamının yaşını nə etməliyəm? 5 yaş artırmalıyım. Niyə? Zaman hamı üçün eyni axır. Mən həm Həmidin yaşının üzərinə 5 əlavə elədim, həm də Dilarənin yaşının üzərinə 5 əlavə elədim. Deyir 5 ildən sonra yaşları cəmi 28 olacaqsa, deməli bu 2 dənə yaşı toplayıb 28-ə bərabər eləyəcəm. Yazıram ki, x plus y plus 10 bərabərdir 28-ə. Bundan sonra əldə edirəm ki, x plus y də bərabərdir 18-ə. Və sualı həll etdik də. X-in dəyəri nədir? Y plus 4. X-in yerinə nə edə bilərəm? Y plus 4 yaza bilərəm. Yazıram ki, Y plus 4 plus Y bərabərdir 18-ə. Bu halda 2Y bərabərdir 14-ə, Y də bərabərdir 7-yə.
Biz hal-hazırda Y, yəni Dilarənin yaşını 7 tapdıq. Sualda da görürəm ki, Dilarənin indi neçə yaşını soruşur? Dilarənin hal-hazırda 7 yaşı var. Yox, bizdən soruşardı ki, Həmidin neçə yaşı var? Həmidi tapmaq üçün də nə edərdim? Y 7 daxı. Gətirib Y-in yerinə 7 yazdığım təqdirdə 7 plus 4, deməli, Həmidin də 11 yaşı var. Gəlin sizlərlə başqa bir suala da diqqət yetirək. 11 nömrəli sualda deyir ki, 50 yaşındakı bir atanın 4, 8, 12 yaşlarında 3 dənə uşağı var. Neçə il sonra uşaqların yaşları cəmi atanın yaşlarına bərabər olar. Deyək ki, yazaq bura bir dənə ata, birinci uşaq, ikinci uşaq və üçüncü uşaq. Bundan sonra atanın yaşını 50 verir. Gətirdim atanın qarşısına 50-ni yazdım. Uşaqların neçə yaşı var? 4 var, 8-dir, bir də 12 yaşlarındadır. Deyir neçə il sonra. Neçə il sonra deyirsə bunların yaşları artacaq və neçə artdığını bilmirəm. Bilmədiyim bir cəmiyyəti örnək verirəm, x olaraq ifadə edə bilərəm. Bəs mən niyə hamısına x yazdım? Çünki zaman hamı üçün eyni axır. Deyir neçə il sonra uşaqların yaşları cəmi atanın yaşına bərabər olacaq. Deməli, nə edirəm? Bu 3 dənə uşağın yaşları cəmini bərabər eləyirəm atanın yaşına. Yazıram ki, 50 plus x bərabərdir 4, 8, 12, 24. Üzərinə gəlinsin 3, x-ə. Bundan sonra sualı həll etməyə nə var ki? 26 bərabərdir 2x-ə. X də bərabərdir bizim üçün 13-ə. Tapdıq ki, 13 il sonra atanın yaşı 3 dənə uşağın yaşları cəminə bərabər olacaq və Y variantını seçdik. İndi sizlərlə baxacağıq 20 nömrəli suala. Biraz daha düşünürəm ki, qarşı sualda bayaqçılara nəzərəm. Anar var, Elşən var. Gətirdim nə yazdım? Anar yazdım. Bir də Elşən yazdım. Anara deyək ki, x olsun, Elşənə deyək ki, y olsun. Deyir ki, anar Elşəndən 13 yaş böyükdür. Yenə bərabərliyi təyin etmək üçün nə edəcəm? Elşənin yaşının üzərinə 13 əlavə eləyəcəm ki, anarın yaşı ilə bərabərləşdirə bilim. Yazdım ki, x bərabərdir y plus 13-ə. Sizlərə dedik ki, əgər nöqtə varsa təkrar nə edirik? Cədvəli təzəliyirik. Təkrardan bura x yazdım, bir də y yazdım. Deyir anar 3 il əvvəl, Elşən isə 2 il sonra anadan olsaydı. Anar 3 il əvvəl anadan olanda nə olur? 3 yaş böyümüş olur. Gətirdim anarın yaşının üzərində 3 əlavə etdim. Sonra Elşən isə 2 il sonra anadan olsaydı. Elşən 2 il sonra anadan olanda yaşından 2 yaş azaldıram. Deyir ki, anarın yaşı Elşənin yaşından 3 dəfə çox olacaqdı. Yenə də anarın yaşı çox olacaqdısa, Elşənin yaşını 3-ə vururam ki, anarın yaşı ilə bərabərliyi təyin edə bilim. Bu halda da yazıram ki, x plus 3 bərabərdir 3y çıxılsın 6-ya. Bu halda deyə bilərəm ki, x də bərabərdir 3y çıxılsın 9-a. 3 addım bərabərliyin sağına. Burada 2 dənə tənliyimiz var. 1 nömrəli tənliyimiz, 2 nömrəli tənliyimiz. İkisi də x bərabərdə olduğu üçün bunları bir-birinə bərabər eləmək haqqı doğur mənim üçün. Yazıram y plus 13 bərabərdir 3y çıxılsın 9-a. Deməli, bu halda 2y bərabərdir bizim üçün 22-yə, y də bərabərdir 11-ə. Biz Elşənin yaşını 11 tapdıq. Bizdən kimi soruşur? Anarın yaşını soruşur. Anar da bizim üçün x-dir. Y-in yerinə 11 yazanda 11 ilə də 13-ün cəmi bərabərdir. Bizim üçün 24-ə. Anarın da yaşı bizim üçün 24-dür deyə gəlib C variantını seçəcəyik. İndi sizlərlə baxacağıq 5 nömrəli suala. Deyir Gülər doğulanda anası 28 yaşındaydı. 10 il sonra Gülər ilə anasının yaşları toplamı 60 olacaq. Buna görə Gülərin bugünkü yaşı neçədir? Baxın, yazıram bura ana, bir də yazıram Gülər. Deyək ki, ana bizim üçün x olsun, Gülər də bizim üçün y olsun. Deyək, Gülər doğulanda anası 28 yaşındaydısa, deməli bunların yaşları fərqi 28-dir. Ananın yaşından Gülərin yaşına çıxdığım halda bərabər olmalıdır 28-ə. Bundan sonra, deyək ki, 10 il sonra. 10 il sonra deyirsə nə olacaq? Hər birinin yaşının üzərinə 10 əlavə edəcəyim. Plus 10, plus 10. Deyir ki, 10 il sonra Gülər ilə anasının yaşları toplamı 60 olacaq.
Deməli, bu iki dənə yaşı toplayıb nə etməliyim? 60-a bərabər eləməliyəm. Yazıram ki, x plus y plus 20 bərabərdir 60-a. Və ya x plus y bərabərdir 40-a. İndi bizim bir dənə daha tənliyimiz var. X minus y də bərabərdir 28-ə. Bundan sonra nə edə bilərik? Bu iki dənə tənliyi gəlin alt-alta toplayaq. Y-lər ixtisar gedir. 2x bərabərdir 68-dirsə, x də bərabərdir 34 əldə edirik. Bizdən Gülərin yaşını soruşur. Biz ananın yaşını 34 tapdıq. Gülərin yaşı qaldı. Ananın yaşının yerinə 34 yazanda, deməli Gülərin də 6 yaşı olmalıdır ki, 34-dən 6 çıxanda 28-ə bərabər olsun. Bunun üçün də doğru variantımız B olacaq. İndi baxaq sizlərlə birlikdə 35 nömrəli suala. Deyir tarihin 2 il əvvəlki yaşı qardaşın 2 il əvvəlki yaşının 2 mislidir. Bura gətirəm yazıram Tahir, bir də yazıram qardaşı. Tarihin yaşına gəlin x deyək, qardaşın yaşına da y deyək. Tarihin 2 il əvvəlki yaşı qardaşın 2 il əvvəlki yaşı deyil. Tarihində yaşından 2 çıxacaq, qardaşın da yaşından 2 çıxacaq. Niyə? İkisində 2 il əvvəlki yaşı deyil bizim üçün. Deyir ki, tarihin 2 il əvvəlki yaşı qardaşın 2 il əvvəlki yaşın 2 misli idi. Tarihin yaşı qardaşın yaşın 2 misli idisə, yenə də qardaşın yaşını 2-yə vurmalıyam ki, tarihin yaşı ilə bərabərliyi təyin edə bilim. Yazıram ki, x minus 2 bərabərdir 2y çıxılsın 4-ə və ya x bərabərdir 2y çıxılsın 2-yə. Bu bizim üçün birinci tənliyimiz. Dedik ki, neyin edirik? Nöqtəni gördüksə, təkrar cədvəlimizi təzələyirik. Təkrardan x yazıram, y yazıram. Deyir 2 il sonra Tahirin yaşı, qardaşın yaşının 1,5 misli olacaq. 2 il sonra nə olacaq? İkisinin də yaşın üzərinə 2 yaş əlavə edəcəm. 2 il sonra Tahirin yaşı qardaşın yaşının 1,5 misli idi. Yenə də nə edirəm? Qardaşın yaşını 1,5-ə vururam ki, Tahirin yaşı ilə bərabərlik təyin edə bilim. Bu halda da yazıram ki, x plus 2 bərabərdir 1,5 y üzərinə gəlinsin 3-ə. Və ya yaza bilərəm ki, x bərabərdir 1,5 y üzərinə gəlinsin 1-ə. Bundan sonra bilirəm ki, ikisi də x olduğu üçün dəyərliklərimi bir-birinə bərabər eləyə bilərəm. Yazaram ki, 2y minus 2 bərabərdir 1,5 y üzərinə gəlinsin 1-ə. Bundan sonra ya y atarım sol tərəfə. 0,5 y bərabərdir 3-ə. Deməli, y də bərabərdir bizim üçün 6-ya. Bizə kimi soruşur? Tahiri soruşur. Biz qardaşın yaşını 6 tapmışıq, bizə Tahiri soruşur. Heç nə, gətirib neyini yazıyıq? Misal üçün, burada əvəzləyəcəm. Gətirirəm, y-in yerinə 6 yazıram. 2 dəfə 6-nın 12, 12-dən də 2-ni çıxanda 10-a bərabər olacaq. Deməli, tarihində yaşı 10-dur. Gəlirəm, C variantını qeyd edirəm. Baxaq indi 36 nömrəli suala. Deyir Cəmilin yaşı 2 qardaşının yaşları fərqinin 7 qatıdır. 6 il sonra Cəmilin yaşı qardaşlarının yaşları fərqinin 10 qatı olacağına görə Cəmilin neçə yaşı var? Baxın, yazıram bura Cəmil, bir də yazıram 2 qardaş. Deyəcəksiniz ki, müəllim, bəs niyə iki qardaşı ayrı-ayrı yazmırsınız? Baxın, burada iki qardaşın yaşları fərqindən söz gedir deyə. Bu indi də örnək verirəm 5-dirsə, indi də 5 olacaq, 20 il sonra da 5 olacaq. Bu dəyişən bir kəmiyyət olmadığı üçün bunu sadəcə iki qardaş yazmağım kifayətdir. Gətirdim Cəmilə, x dedim, iki qardaşın yaşları fərqinə y dedim. İndi deyir ki, Cəmilin yaşı iki qardaşın yaşları fərqinin 7 qatıdır. Deməli, mən Cəmilin yaşı x ikən iki qardaşın yaşları fərqini 7-yə vurmalıyam ki, bərabərliyi təyin edə bilim. Yazdım ki, x bərabərdir 7y. Bu bizim üçün birinci tənliyimiz. Yenə də cədvəli təzələyirəm. Bura x yazıram, burada y yazıram. Deyir ki, 6 il sonra gətirdim Cəmilin yaşının üzərinə 6 əlavə etdim. Hamı da o sual yaradına bilər ki, bəs y-in üzərinə 6 və ya 12 əlavə edək. Xeyr, çünki yaşları fərqi ilə görə dəyişmir. Onun üçün burada y olduğu kimi saxlayacağım. Deyir 6 il sonra Cəmilin yaşı qardaşların yaşları fərqi 10 qatı olacaq. İndi neyin edim? Qardaşın yaşları fərqinə 10-a vurdum. Burada da yazıram ki, x plus 6 da bərabərdir 10 y. Bundan sonra bunu da yaza bilərəm ki, x bərabərdir 10 y çıxılsın 6-ya.
Yenə də neyniyə bilirəm? Bu iki dənə tənlikdə x bərabərdir olduğu üçün bir-birinə bərabərliyi təyin edə bilirəm. Yazıram ki, 7y bərabərdir 10y çıxılsın 6-ya. Bundan sonra 3y bərabərdir 6-ya, y də bərabərdir 2-yə. Biz nə tapdıq? Yaşları fərqini 2 olaraq tapdıq. 2 yaşın, 2 qardaşın yaşları fərqi 2-dir. İndi bəs bizə Cəmilin yaşını soruşur. Cəmilin yaşını tapmaq üçün y 2-dirsə gətirdim burada. Yerinə yazsam 7 dəfə 2 14-ə bərabərdir. Gətirib nə edəcəm? Y variantını seçəcəksən. İndi baxırıq 10 nömrəli suala. Deyir ki, atanın yaşı 2 il yaş fərqi ilə doğulmuş 4 uşağın yaşları cəminə bərabərdir. Ata 68 yaşında olduğuna görə böyük uşağın neçə yaşı var? Baxın, gətirirəm bura bir dənə yazıram. Ata, sonra yazaq birinci uşaq, ikinci uşaq, üçüncü uşaq və dördüncü uşaq. Bundan sonra gəlin, atanın yaşını mən x-lə ifadə edirəm. Uşaqların yaşını isə birinci uşağa gətirdim, y dedim. Deyir 2 il yaş fərqi ilə axı. İkinci uşağa yazdım y plus 2. Üçüncüyə yazdım y plus 4. Dördüncü uşağa da yazdım ki y plus 6. Deyə bilərsiniz ki, bəs müəllim, bu sualda biz niyə 4 dənə uşağı ayrı-ayrı operatorlarla ifadə etmədik? Yəni biri y, biri z, biri t olmadı. Mən əgər yaş fərqi yaratmağa çalışıramsa 4 yaş arasında, bunları tək cəmiyyətlə ifadə eləməyim daha asandır. Nəyə görə deyirəm? Deyək ki, birinci uşağın 10 yaşı olsun. İkinci uşaq 2 yaş daha böyükdür axı, oldu 12 yaşında. Bir növbəti halda onun üzərini 4 gəldim, 14, burada 16. Görürsünüz, avtomatikman nə yaranmış oldu? Hamısının arasında 2 yaş fərqi yaranmış oldu. Burada bizim üçün plus 6 idi. İndi deyir ki, deyir ki, atanın yaşı 2 il yaş fərqi ilə doğulmuş 4 uşağın yaşları cəminə bərabərdir. Yəni, x bərabərdir 4-ü y üzərinə gəlinsin 12-yə. 4 dənə uşağın yaşları cəmi bərabərdir atanın yaşına. Yekunda deyir ki, ata 68 yaşında olduğuna görə x-in yerinə nə edəcəm? 68 olaraq qeyd edəcəm. 68 bərabərdir 4y üzərinə gəlinsin 12-yə. Bu halda 4y bərabərdir 56-ya, y də bərabərdir bizim üçün 14-ə. Deməli, neynədik? Birinci uşağın, yəni y-in yaşını 14 olaraq tapdıq. Bizə nə deyir? Böyük uşağın yaşı neçədir? Ən böyük uşaq y plus 6-dır. 14-ün də üzərinə 6 gələndə yaşı 20-yə bərabər olacaq. Əziz tələbələr, sizlərlə birlikdə bugün yaş məsələlərinin mövzu izahına diqqət yetirdik. Düşünürəm ki, hamı üçün aydın bir video olacaq. Hər birinizə imtahanda uğur diləyirəm.